Bu çəkəndə bir yazılar da böyüdür. Nə oldu burada? Bu çəkməyə də böyüdəcək. Hə. Çəkirəm ay mənim. Deməli, üçüncü nöqtənin söz birləşməsinin birinci tərəfi yeri, ikinci tərəfdə mənsubiyyət. Bu nümunələrini çəkdim sizə. Bu elə bir buna rahat çevrilir də. Bakı gecələri, Bakının gecələri. Məktəb direktoru, məktəbin direktoru. Rahat şəkildə ona çevrilir. Təbii olaraq çevrilməyənlər də var. Sual versəz ki, hardan bilək ki, birinci tərəf qeyri-müəyyən yiyəlikdən müəyyən yiyəliyə çevrilir ya çevrilmir. Hardan bilək? Kitabda yoxdur, belə yadda saxlayın. Əgər bu birincilər, ikincilərin adıdırsa, çevrilməyəcək. Baxın, Xəzər dənizi, dənizin adıdır. Qara dəniz, o da onun adıdır, düzdür? Sonra qara dənizə çevriləsi bir hal yoxdur, hansı sualı cavab verir orada? Burası o mürəkkəb addır. Orada da hansı sualını verə bilmirik. Mürəkkəb adı, hara qara dəniz. Nə bilim, Azərbaycan Respublikası, Respublikanın adıdır. İstirahət günü, bazar günü, alma ağacı, ərik ağacı, çox çaşdılar. Almanın ağacı, əriyin ağacı, kimsə səhvən deyir, amma səhvdir demək olmaz. O çevrilmir. Çünki ağacın adıdır o, aydın oldu. Ad olanlar çevrilmirlər, amma yenə də onlar adlıq halda deyil. Qeyri-müəyyən yiyəlik haldadır. Demək, dedik bunlar parçalanmır. Hə, hansı vaxt parçalana bilər, hansı halda? Məsələn, sizin sinifiniz yox, sizin sinif deyə bilərəm, düzdür? Sizin sinif yarışda qalib gəldi deyəndə, bax, burada kim deyəcəm? Çünki adamlardır da qalib gələnlər, düzdür? Otaq deyil ki, ay sağ ol. Kim qalib gəldi sinif? Hansı? Sizin. Çünki burada nə yoxdur? Mənsubiyyət. Sizin sinifiniz olsaydı, parçalanmazdı. Ona görə də bu ayrılır. Demək, bir də ki, sizin sinifiniz olanda və yaxud da bizim kitabımız, mənim dostum, bunlar niyə parçalanmır? Çünki Azərbaycan dilində kimin, nəyin, haranın sualına cavab verən cümlə üzvü yoxdur. Ona görə də onlar parçalanmırlar. Aydındır? Demək, bu da oldu üçüncü nöqtənin söz birləşmələri. Keçdi feil birləşmələrə. Feil birləşmələr isə o birləşmələrdir ki, onların ikinci tərəfi feili sifət, məsdər, feili bağlama ilə, yəni təsdiqlənən formalarla ifadə olunur. Baxın, özünüz fikirləşin. Feili birləşmə deyəndə gedib feilləri düşünürük təbii olaraq, amma bu təsdiqlənən ki, feillər var. Bu axı cümləni bitirir. Məsələn, gəldim, bitdi fikir. Düzdür, gedirəm, oxuyaram. Bu fikri bitirir. Bu fikri bitirirsə, bu necə söz birləşməsi ola bilər? Heç cür. Dedi axı, söz birləşməsi konkretlik verir, amma fikir bitkinliyi vermir. Hansı bitmir orada. Ona görə də, deməli, biz təsriflənən feilləri unuduruq. Biz kesirik təsriflənməyənlərə. Feil sifət, feili bağlama, məsdər. Deməli, ikinci tərəfi, bax, ikinci tərəf feili sifət, feili bağlama və məsdərlə ifadə olunanlara feili birləşmələr deyilir. Məsələn, dərs oxumaq, sonra dərs oxuyanda, dərs oxuyarkən, dərs oxuyan, bunlar hamısı feili birləşmədir. Amma feili birləşmələrdə siz ilişəcəksiniz nədə? Mürəkkəb feillərlə və frazoloji birləşmələrlə onları ayıranda. Yadınızdadırsa, frazoloji birləşmələri keçəndə demişdim ki, uşaqlar, onlar birləşmə gedir, amma sabit birləşmələrdir. Yəni, bunlar parçalanmırlar. Parçalanmadığına görə ona söz birləşməsi deyənməzsən. Ona bir dənə nitq hissəsi adını qoyarsan, feil. Məsələn, ağzına su alıb oturmaq, feil. Bu birləşmə deyil. Amma bundan qura bilərəm. Həyətdə ağzına su alıb oturmaq. Artıq bu həyətdə ayrılır axı. Ona görə bu bir yerdə birləşmə ola bilər. Və yaxud da kömək etmək, dost olmaq, varlı olmaq, adam olmaq, nə bilim, namaz qılmaq, oruç tutmaq tipli, şad yanalıq etmək, müəllim işləmək, həkim işləmək, bunlar söz birləşməsi deyil. Çünki bunlar mürəkkəb feildirlər. Söz birləşməsi seçəndə mütləq mürəkkəb feillərə fikir verir. Bax, onda ilişəcəksiniz. Sonra, əgər ikinci tərəfdə qoşma varsa, sənə tərəf, sənə görə, sənin üçün, səndən ötürü, bunlar söz birləşməsi deyil. Bunlara qoşmalı birləşmə deyil. Məcburuq da, qoşma ilə birləşmə axı bu. Amma söz birləşməsi demirsən ona.
və bunları çıxanda sənin söz birləşmələrin qalır. Demək, söz birləşmələri uşaqlar sadə və mürəkkəb olur. Ümumiyyətlə, burada düzəltmə sözünü unuduruq. Çünki düzəltmə olması üçün ora leksik şəkilçi artırmalıyıq. Leksik şəkilçi burada artıra bilmərik. Ona görə bundan bu yanına keçsək, sadə və mürəkkəb ola bilər. Sadədə 2 əsas nitq hissəsi olur, mürəkkəbdə ən azı 3 əsas nitq hissəsi olur. Bax, mən deyirəm, siz tapırsınız. Məsələn, mənim dostum. Sadə mürəkkəb. Sadə. Gözəl qız. Sadə. Sadə. Dərs oxumaq. Mürəkkəb. Niyə? Sadə. Dərsi yaxşı oxumaq. Mürəkkəb. Dərsi vaxtında oxumaq. Mürəkkəb. Ən yaxşı qız. Yox. Ən yaxşı sadə. Çünki ən ədatdır. Köməkçi hissəsidir. Sənin üçün oxumaq. Bu da sadə. Niyə? Üçün qoşmadır. Köməkçi hissələrindən qoşma və ədatlar birləşmələr içində tapılacaq. Amma bunlar birləşmənin quruluşunu dəyişmirlər. Amma olsa ki, ən yaxşı dərs oxumaq bu mürəkkəbdir. Çünki orada 3 əsas nitq hissəsi var. Bu da oldu sadə mürəkkəblik. Uşaqlar, orada qeyri-təyinli birləşmələr var. Onları demədim. Qeyri-təyinli deməli nədir? Birinci tərəf, ikinci tərəfi təyin etmir. Bunlarda birinci tərəfdə deməli yönlük, sonra çıxışlıq hallar ola bilir. Çıxışlıq, bir də mənsubiyyət. Məsələn, anaya hörmət, dağlarda məhəbbət. Bax, çıxışlıq yox, yerlik. Yox, çıxışlıq da var, yerlik də var, yerlik, çıxışlıq. Bunu özüm bir çıxarış eləmişəm ki, bu cür ola bilir. Dağlarda məhəbbət, yox, belə deyək, övladdan üstün. Bunlar parçalanmırlar. Bunlara baxanda biz siz adam nə görür? Yəni, elə bir şey qəribə düzülüşü yaradıblar. Bu birincilər ikincini təyin eləmir. Baxanda bilinir. Yəni, bir qəribə düzülüşü var bunların. Sadəcə bunlar parçalanmır və bir suala cavab verir. Anaya hörmət nə? Dağlarda məhəbbət nə? Övladdan üstün necə? Bax, bu şəkildə parçalanırlar. Sonra uşaqlar, deməli, belə bir şey var, onu qeyd edək. Biz onların ismi və feili olmağını tapaq. Deməli, yazırıq, oxumaq həvəsi, mənim oxumağım, mənim oxuyanım və mənim oxuduğum. Biz bilmək istəyirik ki, bunlar ismidir, yoxsa feilidir. Bax, o qədər şey danışdım, onlardan sual düşməyə bilər, amma bunlar %100 düşür. Deməli, biz nəyə baxırıq söz birləşməsində? Birinci ya ikinci tərəfə? Əsas tərəfə. İkinci tərəfə, düzdür. Deməli, oxumaq həvəsində əsas tərəf isimdir. Deməli, bu nə olacaq? İsmi birləşmə. Baxmayaraq ki, burada məstər var. İsmidir və ikinci növdür. Mənim oxumağım, oxumaq məstərdir. Feili bilir. Amma feili olmur. Niyə? Çünki burada mənsubiyyət var. O da ismidir. Bəli. Oy. Mənim oxuyanım, oxuyan nədir? Feil sifətdir. Amma burada nə var? Bu da olur ismi. Mənim oxuduğum nədir? Feil sifətdir. Bu ismidir, feili. Feili. Niyə? Feili. Burada da mənsubiyyət var. Bəli, də üstəgəl mənsubiyyət feili sifətin öz şəkilçisidir. Yadınıza düşdü? Ona görə bu feili gedəcək. Bax, bunu yazacaq. Mənim oxuduğum, nə bilim, atamın yazdığı, hər şey ola bilər də. Dığım, digim, bu şəkildə şəkilçilərdir. Bəli, o bir yerdədir. Bu da oldu feili birləşmə. Və sonra canım sildim, bir şey qaldı.